Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bugün ədəbiyyat videosu ilə davam edirik. Mən sizə Cəlil Məmmədquluzadənin 8-ci sinif ədəbiyyat dərsliyinə salınmış məşhur, dırnaq içərisində olan məşhur Qurbanəli bəy hekayəsini həm məzmun baxımından hansı hadisələr baş vermişdi, həm də təhlil edəcəyik bu əsəri. Yəni, kimin dilindən hansı ifadələr deyilmişdi, hansı obrazlar var idi, o ifadələr nə məqsədlə deyilmişdi, hansı hadisələr birinci, hansı hadisələr daha sonra baş verir, testlərdə bizi çaşdıracaq məqamlar nələrdir? Məsələn, əvvəllər bu hekayənin içərisində olan sözlərin işlək vəziyyətdə olanları var. İndi hal-hazırda dilimizdə o sözlər işləklikdən çıxmışdı. O sözlərin mənasını aydınlaşdıracaq sizinlə. İlk əvvəl baxaq həyatı əks etdirmə növünə. Bilirsiniz ki, bu hekayə janrındadır. Hekayə janrı da epik növü içərisindədir, epik növdədir. Janrı novelladır, yəni hekayənin novellasına daxildir. Yəni, hekayənin novellası deyəndə açıqlıq gətirək ona ki, novella hekayənin bir növüdür. Gözlənilməz sonluqla bitir, yəni. Azərbaycan ədəbiyyatında da Əbdürrəhim bəy Haqverdiyevin Bomba hekayəsi, məsələn, novella janrında yazılmışdı. Bəs Qurbanəli bəy hekayəsinin mövzusu nə idi? Bilirsiniz ki, ümumiyyətlə hadisələr Çarizm dövründə baş verirdi. Çarizm dövründə Azərbaycan xalqının həyatı, həmin o dövrdə bəylərin yadelli ağalara necə əyilmələri, yaltaqlanmalarından bəhs olunurdu. İdeyası isə təbii ki, milli kimlik idi. Kimlik deyəndə biraz da açıqlayaq onu ki, nə deməkdir? Yəni, şəxsiyyətli hissini itirmiş insanların gülünc vəziyyətə düşməsi, yəni düşməsini göstərilməsi idi əslində burada ideya. Təkcə əsasında yazılmışdı, satirik hekayədir. Satirik olduğunu ümumiyyətlə hardan bilir? Qurbanəli bəyin elə hərəkətlərindən, onun dilində olan rus dilli kəlmələrdən, Qapazlı kəndinin mülkədarı məşhur Qurbanəli bəy deyərkən belə satiranı onsuz da biz görürük məşhur kəlməsi ilə, dırnaq içərisində yazılmağı ilə. Və orada yerli mülkədarların necə ağalara yarınmaqlarını göstərməyi, təbii ki, bu satirik vəziyyətdir. Satiranı göstərmişdi burada və Qurbanəli bəyin hər cür rəzilliyə hazır olması onu bilavasitə oxucunun gözündə hansı səviyyədə, hansı yerdə dayanmağını göstərirdi. Bu da, bir də onu nəzərinizə çatdırım ki, niyə məhz Qapazlı kəndi? Bax, həmin o dövrdə, demək, yerli mülkədarların çinovniklərə necə, çinovniklərə, ağalara, bəylərə necə qapazaltı olmasını göstərirdi. Əslində elə Qurbanəli bəyin simasında. Burada desək ki, bəs Qurbanəli bəy obrazı necə obrazdır? Təzadlı obrazdır. Yəni, ağalara qarşı itaətkar, yaltaq, təlxək olsa belə, özündən aşağılara, yəni ailəsinə qarşı sərt kobud rəftar edən bir obrazdır. Bəs yadımıza salsaq ki, Azərbaycan ədəbiyyatında olan digər təzadlı obrazlar hansılardır? Məsələn, Keçəl Həmzəni götürə bilərik Koroğlu eposundan. Keçəl Həmzə, baxmayaraq ki, Koroğlunun atını qaçırırdı, amma deyir ki, mən sənin nəinki atını, heç bir tükünü belə, yəni bəylərə, ağalara vermərəm. Bax, həmin o obraz təzadlıdır. Sonra Rüstəm bəy obrazı Müsbət-i Fəxrəddin əsərində təzadlı obrazdır. Sonra başqa hansı? Dəli Kür, məsələn, romanında Cahandar ağa təzadlı obrazdır. Məsələn, araşdırsaq daha başqalarını tapa bilərik. İndi isə keçək ümumiyyətlə məzmuna və məzmunda bizə necə deyim, əsas hissələr hansı hissələrdir, nələrə diqqət eləməliyik? Bax, o hissələri mən sizə deyəcəm. Demək, başlayaq. İxtisarla verilmişdi gördüyünüz kimi. Xəbər çıxdı ki, bir gün naçalnik gəlir kəndə. Sonra məlum olur ki, baxın bir dəqiqə qələmi tənzimliyim. Aha. Demək, xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum olur ki, pristavın arvadının ad qoyulan günüdür. Demək, nədir? Pristavın arvadının ad qoyulan günüdür. Yəni, məqsəd, ora yığışmağın məqsədi əslində pristavın xanımının ad günü idi. Kəndə Suriş düşdü. Suriş sözü sizə aydın olmaya bilər, qarşılıq mənasındadır. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Demək, kənd əhlindən heç kim çöl işinə getmir. Nəyə görə? Hamı maraqlı idi. Görsünlər ki, cəmaatın yarısı çıxmışdı kəndin kənarına, təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər naçalnik gəlirmi? Demək, kimin yolunu gözləyirlər? Naçalnikin yolunu gözləyirlər və kənd əhalisi də çöl işinə getməyib ki, baxsınlar. Cəmaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdu. Demək, yarısı çıxmışdı təpələrə boylanırdılar, cəmaatın yarısı da pristavın mənzilini əhatə edib durmuşdu ki, baxsınlar.
Qıraq kəndlərdən də cəmaət xəbər tutub yavaş-yavaş gəlirdi. Demək, sonra qıraq kəndlərə də getmişdi. Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi. Demək, o qədər çox adam var idi ki, adam əlindən girmək mümkün deyildi. Çatda sözünün mənası keçmişdə Azərbaycan kəndlərində kəndin inzibati işlərini idarə edən şəxs mənasındadır. Yasavul, Qlava, Mirzələrin savayı həyətə girməyə heç kəsə izin verilmir. Demək, həyətə girməyə heç kimə izin verilmirdi. Təkcə bunlardan başqa. Həyətdə it yiyəsini tanımırdı. Səsdən və gülüqaldan qulaq tutulurdu. Bir yandan quzular mələyirdi, bir yandan qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tullaları gah qlavanın üstünə atılıb haf eləyirdilər, gah çatdanın üstünə tullanıb haf eləyirdilər. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı. Tişe, yəni yavaş və sonra yenə girirdi içəri. Demək, hərdən bir biz pristavın xanımını görürük eyvana çıxıb içəri girəndə. Pristavın aşpazları bellərində ağ önlük hərdən bir həyata çıxıb qlavanın birinə deyirdi. Tez yarım girvənkə zəfəran tap. Girvənkə 400 qrama bərabər ölçüdür, ölçü vahididir yəni. Tez yarım girvənkə zəfəran tap, yəni 200 qram əslində deyir. Qlava baş üstə deyib, əvvəl bir başını salırdı aşağı, sonra Mirzəsinə üzünü tutub deyirdi, buyururdu. Adə, Mirzə Həsən, durma, tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin. Demək, burada pristavın aşpazları deyir ki, tez yarım girvənkə kimə deyir? Qlavanın birinə deyir ki, tez yarım girvənkə zəfəran tap, yəni 200 qram zəfəran tap. Qlava bəs kimə deyir? Qlava da üzünü tutur Mirzəsinə. Mirzəsinə deyir ki, adə Mirzə Həsən. Mirzə Həsən sizə hardan məlumdur? Mirzə Həsən bəs bizə Rüstəm bəyin Dilmancı. Anamın kitabı əsərində 30 yaşlarında olan Rüstəm bəyin Dilmancı idi. Burada da Mirzə Həsən obrazı var, amma burada da Mirzə. Amma tez, durma, tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin. Biraz keçirdi, bir ayrı aşpaz əlində kotlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu. Və aşpaz yenə də qlavaya buyurur. Qlava, 4-500 yumurta lazımdır. Qlava sevincək əlini uzadırdı, həyətdəki səbətlərə cavab verir ki, nə danışırsan, burada 1000-dən artıq yumurta var. Birdən qaça-qaç düşdü. Dedilər, naçalnik gəlir. Aha, birinci naçalnikin gözləyirlər ki, gəlsin. Amma qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə. Bir qədər keçdi, güya qurbağanın gölünə daş atdılar. Çünki gələn naçalnik deyilmiş, Özgə mahalın pristavı imiş. Kim imiş? Özgə mahalın pristavı. Demək, birinci naçalnik deyə gözlədikləri adam kim çıxır? Özgə mahalın pristavı. Pristav atdan yeniyib, girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib, özü də güldü, xanımı da güldürdü. Sonra hər ikisi girdi içəri. Aha. Yenə kotlet bıçaqları taqqıltısı, adamların tappıltısı, atların kişnəməsi, cücə toyuqların, qlavaların və tulaların hafıltısı qarışdı bir-birinə. Bir ucdan təzə gələn qlava və kattalar atdan yenib, dolu xurcunları doldurdular həyətə. Bir ucdan kəndlilər dallarında qab-qazan, xalı palaz daşıyırdılar. Bir ucdan kəndlilər həyətin dibində quzuları, toyuq cücələri yan-yana yığıb, öldürüb, təmizləyirdilər. Aha, burada biz kəndlilərin əməyindən istifadəni görürük. Biz kəndlilər nə edirdilər? Biri, nə bilim, qab-qazan, xalı palaz daşıyırdı, biri toyuq cücə, biri, nə bilim, quzuları. Yəni, biz burada əməyinin istismarını görürük əslində. Birdən qaça-qaç düşdü. Dedilər, naçalnik gəlir. Aha, burada birinci idi. Burada isə artıq ikinci dəfə qaça-qaç düşür ki, qlavalar qaçırlar qapıya, xanım çıxır balkona, tulalar tullanır həyətə və bir qədər keçir, qurbağa gölünə daş atırlar. Çünki bu gələn naçalnik deyilmiş, Kazak böyüyü əfsər imiş. Yəni, əfsər də burada qoşun başçısı mənasındadır. Bu da atdan indi, qaça-qaça çıxdı balkona, xanımın əlini öpüb, kefini soruşdu. Sonra getdilər otağa. Demək, ikinci də gözlənilən naçalnik idi, amma ikinci gələn kim idi? Birinci gələn Özgə mahalın pristavı, ikinci gələn isə Kazak böyüyü əfsər imiş. Bir qədər keçdi, yenə qaça-qaç düşdü, aha, üçüncü dəfə və naçalnik gəlir deyirlər, amma bu da yalan olur. Adamları araladılar, bu qonaq da girdi həyətə, bu da Qapazlı kəndinin, görürsünüz, dırnaq içərisində yazılıb. Qapazlı kəndinin mülkədarı məşhur Qurbanəli bəy idi. Məşhur deməklə artıq Qurbanəli bəyin simasını bizə bilavasitə göstərmiş olur. Nəyə görə məşhur? Bəy həyətə girən kimi baxdı bir sağa, bir sola, tulaları biri qaçıb gəldi Qurbanəli bəyin qabağına. Başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi, malades sobaq. Sonra qalxıb xanımı balkona görüb çığırdı. Əslində elə burada malades sobaq deməyi ilə, çünki orada da itlər gəlib hürüşürdülər, itlər gəlirdilər, dolurdular, amma digərləri heç elə şey demirdi. Malades, yəni afərin it mənasındadır burada, yəni.
onu tərifləyir, iti tərifləyir. Demək, Qurbanəli bəyin əslində bizə iç üzü elə buradan aşkarlanır ki, bu insan tərif insanı idi. Ki, onu tərifləsinlər, ona yaltaqlansınlar və o da bilavasitə bunu istəyib, bunu tətbiq eləməyi sevən insan idi. Zdrastə və börkünü götürüb sağ əlini qalxızdı yuxarı. Börk burada papaq mənasındadır. Urra! Sonra qalxdı balkona, xanıma baş əydi. Xanım əlini uzatdı Qurbanəli bəyə. Bəy xanımın əlini tutub rusca dedi. Nə qədər mənim canım sağdır, sənə mən nökəram ay xanım. Demək, burada da öz nökər təbiətini ortaya bilavasitə sərgiləyir. Spasiba. Xanım da deyir ki, təşəkkür. Bəy bir ah çəkib sonra hər ikisi içəri girdi. Biraz keçdi. Mahal həkimi gəldi. Süd pristavı gəldi. 2 uçitil gəldi. Yenə bir əfsər gəldi. Yenə özgə bir mahalın həkimi, özgə həkim arvadı ilə gəldi. Və beləcə davam elədi. Burada da görürsünüz Qurbanəli bəyim illüstrasiyanın əks olunmuşdu burada. Biraz keçdi, yenə qaça-qaç düşdü. Dedilər, naçalnik gəlir. Aha, burada artıq gələn 4-cü dəfə qaça-qaç düşür. Və qlavaların biri at üstünə çaparaq gəlib özünü saldı yerə. Həyata soxulub qaçdı xanımın qabağına. Naçalnik idiot. Naçalnik gəlir mənasındadır burada. Xanım bir girdi içəri, bir çıxdı balkona. Qonaqlarla çıxdılar həyata, qaçdılar qapıya. Tappıltı, güppultu, şıqqıltı, çağır, bağır, qoyma, dinmə, çəkil, gəl, get. Axırda bir yoğun çinovnik girdi içəri. Demək, 4-cü də gələn naçalnik deyildi. Yeridi xanıma tərəf, sol əli ilə börkünü çıxarıb sağ əli uzatdı xanıma və xanımın əlini öpüb qonaqlar bir-bir əl verib qalxdı balkona və girdi otağa. Artıq burada biz naçalnikin neçənci olaraq gəldiyini görmürük. Demək, birinci gələn kimi idi? Birinci gələn, bax burada, demək, özgə mahalın pristavı imiş. İkinci gələn, demək, Kazak böyüyü əfsər imiş. Üçüncü gələn məşhur Qurbanəli bəy. Dördüncü gələni artıq demirik. Burada 4 yazdım mən. Çünki, baxın, orada deyir ki, 4 yazmaq düzgün deyil. Çünki burada artıq deyir ki, süd pristavı gəldi, mahal həkimi gəldi, 2 uçitil gəldi, yenə bir əfsər gəldi. Dördüncü qaça-qaça əslində demək istəyirəm, yəni burada. Və çinovniklə gəlir, demək, naçalnikin gəlməyi formasında gözlənilir, yəni ki, gəlsin, amma gəlib çıxmır. Artıq ikincidə, naçalnikdən sonra yenə bir neçə qonaq gəlir. Demək, naçalnik gəlir və daha sonra bir neçə qonaq gəlir. Bunlardan da bir neçəsi arvadları ilə gəlmişdilər. Qonaqlar yığışdılar zal otağına. Hara? Zala yığışdılar. Ortaya düzülmüşdü stollar, stolların üstündə düzülmüşdü növ-növ şirniyyatlar, suxarlar, paxlavalar, konfetlər, lumu portaxallar, quru yemişlər. Yəni, cürbəcür şeylər düzülmüşdü. Təbii ki, ad günü idi. Stolun üstünə qoyulmuşdu yekə samavar, qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Naçalnik oturmuşdu yumuşaq divanın üstündə. Harda? Divanın üstündə. Pristavın arvadı oturmuşdu onun yanında. Qonaqların bir neçəsi düzülmüşdü bunların yanına. Naçalnik qabağındakı stəkanın qəndini qarışdıra-qarışdıra pristavın arvadı ilə söhbət edirdi. Bu heyində, yəni bu əsnada, bu vaxtda, bu zamanda küçədə açıq akoşkalardan biri, burada pəncərə mənasındadır akoşka, bir at kişnəməsi qalxdı. Bundan sonra bir ayrı at daha ucadan başladı kişnəməyə. Qonaqların bir neçəsi akoşkadan baxdılar küçəyə. Demək, baxırlar küçəyə. Atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akoşkadan başını çıxartdı küçəyə, çığırdı. Görün, neyir? Çığırdı deyir. Demir, ha, səsləndi. Yəni, birbaşa olaraq çığırdı elə. Ədə, Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənarda dolandır, yoxsa əlindən qutarıb qaçar. Burada görürsünüzmü öz qulluqçusuna etdiyi rəftarı? Təbii ki, Qurbanəli bəy burada da özünü göstərir, yəni bir çobudluqla, ədəbazlıqla. Kəblə Qasım da onun, demək, belə deyim də, qulluqçusuydu. Biraz keçdi, atlar daha da şiddətli başladılar çığırmağa. Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa. Demək, atlar çığırır, Qurbanəli bəy çığırır. Qonaqların hamısı qaçdılar akoşkanın qabağına. Bu qaçmaqlarının səbəbinə də əslində elə Qurbanəli bəyin çığırmağı idi. Küçədə tövlənin qabağında bir strajnik bir ağ atın cilovundan yapışıb dolanırdı. Burada strajnik qulluqçu mənasındadır, yəni keşikçi, qulluqçu deməyə, qoruqçu, yəni keşikçi mənasındadır. Bir at, bu at naçalnikin atı idi. Yəni cilovundan yapışıb dolandırdığı demək, strajnikin. Bu naçalnikin atı idi. Qurbanəli bəyin nökəri bir kəhər atın cilovundan yapışıb biraz kənarda dolandırırdı ki, bir-iki kənddə biraz kənarda ayrı-ayrı atların cilovlarından yapışıb dolandırırdılar. Demək, təkcə burada Qurbanəli bəyin atı yox, elə həm naçalnikin atı, həm də bəzi atları dolandırırdılar kəndlilər. Və akoşkanın qabağında kəndlilər düzülüb pristavın akoşkalarına baxırdılar. Hərdən bir naçalnikin atı kişnəyə-kişnəyə qabaq ayaqlarını döyürdü yerə və Qurbanəli bəyin atına baxıb hirsindən cilovunu gəmirirdi. Aha, burada əslində elə naçalnikin diqqətini cəlb eləyən bu idi. Qurbanəli bəyin atı hərdən bir nərə təpib ayaqlarını qaldırırdı havaya və az qalırdı ki, Kərbəlayı Qasımı da göyə qaldırsın. Kərbəlayı Qasım da bərk-bərk cilovundan yapışıb çığırırdı. Bura bax, ha!
Naçalnik gördü ki, Kəhər at Qurbanəli bəyin atıdır və özünü Qurbanəli bəyə tutub soruşdu ki, atı neçə yaşında? Diqqətini cəlb edir təbii ki, Naçalnikə. Qurbanəli bəy papirosunu yandırıb Naçalnikə dedi ki, atı bu il təzə 4 yaşa, demək neçə yaşa? 4 yaşa ayaq qoyur. Yenə Naçalnik akoşkaya tərəf yeriyib başladı Qurbanəli bəyin atını tamaşa eləməyə. Sonra Qurbanəli bəyə çönüb dedi, nə gözəl atdır. Demək, Naçalnikin xoşuna gəlir əslində at. Doğrudan Qurbanəli bəyin atı gözəl at idi. Qurbanəli bəy hər iki əlini sinəsinə qoyub Naçalnikə cavab verdi. Peşkeşdir. Peşkeş yəni qurbandır mənasında yəni. Naçalnik Qurbanəli bəyə dedi, sağ ol. Və yenə başladı atı tamaşa eləməyə. Yenə Qurbanəli bəy özünü tutub soruşdu. Qaçmağa yecədir. İti yürürmü? Qurbanəli bəy Naçalnikə dedi. Ay Naçalnik, əgər sənin mahalında belə yüyürən at tapılsa, mən bığlarımı qırxdırmasam qurumsağam. Qurumsaq burada qeyrətsiz mənasında. Qeyrətsiz. Namussuz mənasındadır. Qurumsağam. Yəni deyir, elə bir at tapıla bilməz ki, bu atdan yeyin qaçsın. Yarım saatdan sonra qonaqları çağırdılar xörək otağına. Demək, birinci hadisədə biz Qurbanəli bəy ilə Naçalnikin dialoqunu görürük at barəsində. Daha sonra keçirlər bunlar xörək otağına. Otağın ortasında uzun, əgər ki, testlərdə düşsə ki, məsələn, orada olan o yemək yeyərkən hadisələrdən sonra versə Naçalnikin Qurbanəli bəyə atının yaşını soruşmağı, yeriməyini soruşmağı, yüyürməyini soruşmağı səhvdir. Demək, bu hadisələr birinci baş verir. Otağın ortasında uzun xörək stolu üstünə düzülmüşdü hər cür xörəklər, içkilər. Pristavın arvadı oturdu stolun sağ başında. Xanımın sağ tərəfində Naçalnik əyləşdi. Demək, pristavın arvadı oturur stolun baş tərəfindəki, çünki ad günü idi. Xanımın sağ tərəfində Naçalnik əyləşir, qeyri qonaqlar da hərə bir yer tutub otururlar. Naçalnik araq şüşəsini əlinə götürüb əvvəl öz fincanından, sonra pristavın arvadının, sonra xanımların və sonra qeyri qonaqların fincanlarını doldurub durdu ayağa və rumkasını xanımın rumkasına vurub dedi. Mübarək olsun xanımın ad günü. Demək, burada deyən kim idi? Naçalnik. Bir-bir qonaqların fincanlarını dolduran kim idi? Bu da Naçalnik idi. Bax, bunu unutmuruq. Naçalnikdən sonra xanımlar və ağalar yerlərindən qalxıb həmin sözləri dedilər. Sonra Naçalnik və qeyriləri şüşələri başlarına çəkib boşaltdılar. Pristavın arvadı fincanı götürüb əlinə qonaqlardan razılıq elədi. Amma Qurbanəli bəyə baxıb gördü ki, bəy arağını içməyib. Demək, baxan kimi idi? Pristavın xanımı idi. Diqqətindən yayınmır, yəni Qurbanəli bəyin içməməyi. Aha, buradan görür ki, içməyi və xanım bəydən soruşur ki, niyə içmirsiniz? Sualı verən xanımdır, pristavın arvadıdır. Ki, nəyə görə onun diqqətini cəlb edir? Əslində fincanı götürür əlinə, qonaqlardan razılıq eləyir, daha sonra Qurbanəli bəyi görür. Bəy gülə-gülə başını aşağı saldı və dinmədi. Naçalnik Qurbanəli bəyə baxıb qəhqəhə çəkib dedi ki, kim deyir? Naçalnik Qurbanəli bəyə deyir ki, sən yoxsa fanatik müsəlmansan, onun üçün içmirsən. Bunu deyən, bax, testlərdə bəzən salırlar ki, bunu deyən pristavın xanımıdır. Xeyr, pristavın arvadı sadəcə onu görür və görəndən sonra deyir ki, niyə içmirsiniz? Bu sualı verən əslində pristavın xanımıdır. Amma sən fanatik müsəlmansan, bunu deyən Naçalnikdir. Qonaqlardan bir neçəsi güldü və bir neçəsi dedi ki, götür iç. Axırda Qurbanəli bəy rumkasını götürüb əlinə deyir ki, ay kişi, siz Allah, bu nədir? Buna bizdə üskük deyərlər. Arvadlar barmaqlarına qeyib tikiş tikirlər. Yoxsa bizlərdə bundan araq içməzlər. Bax, burada da bir yeşaxanalıq, burada da bir öyünmə. Ki, üskükdə qadınların keçmişdə barmaqlarına geyinirdilər ki, onu iynə barmaqlarına batmasın. Dəmirdən barmağa keçirilən bir əşyadır. Qonaqlar bu sözləri eşidib yenə başladılar qəhqəhə çəkib gülməyə və pristavın xanımı dedi. Aha, pristavın xanımı dedi. Da, doğrudur. Hə, doğrudur. Günah məndədir. Qurbanəli bəy rumka ilə araq içməz. Demək, buradan bizə məlumdur ki, əslində bunların yığışdığı elə bu məclis birinci məclis deyil. Qurbanəli bəy ilə bunlar nə vaxtsa da demək, yığışıblar, toplaşıblar. Buradan bizə sadəcə biz ehtimal edirik bu hissəni. Ehtimal kimi verə bilər bunu testlərdə. Bu sözləri deyəndən sonra xanım bir çay stəkanı aparıb, qoydu bəyin qabağına və araqla doldurub verdi bəyə. Qurbanəli bəy stəkanı götürüb dedi. Bax, buna nə demişəm? Yoxsa üsküyü qoyublar mənim qabağıma ki, nə var, nə yox. Qonaqlar yenə gülüşdülər. Qurbanəli bəy arağı çəkdi başına, stəkanı qoydu yerə və çörəkdən bir tikə götürüb tutdu burnunun qabağına. Aha, buna qədər yəqin ki, sizə aydındır. Demək, burada Qurbanəli bəyin atlar barədə söhbəti Naçalniklə baş verir, atın yaşını soruşur, yüyürməyini soruşur və Qurbanəli bəy ona peşkeşli deyir və əgər ki, belə bir at tapsa, onun mahalında qurumsağam deyir, qeyrətsizəm deyir
və ondan sonra naçalnik araq şüşəsini götürüb hər bir insanın demək durur ayağa və rumkasını doldurur, rumkasına vurub deyir ki, mübarək olsun xanımın ad bayramı. Demək, bunu da ilk əvvəl deyən, onun şərəfinə içən naçalnik olur. Yəni, pristavın xanımının şərəfinə ilk içən naçalnikdir burada da. Və pristavın arvadı da baxır bir-bir qonaqlara razılıq eləmək istəyəndə Qurbanəli bəyə görür və niyə içmirsiniz deyir. Naçalnik deyir ki, fanatik yoxsa müsəlmansan sən. Və pristavın xanımı da deyir ki, Qurbanəli bəy üskük formasına bənzədəndən sonra onların fincanlarını, o da deyir ki, bəli, bəy rumka ilə araq içməz. İndi keçirik 3-cü hissəyə. Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə, eşikdə toy və zurnanın səsi ucaldı. 2 saatdan sonra qonaqlar qalxdılar ayağa, düzüldülər akoşkanın qabağına, baxdılar başladılar tamaşa eləməyə. Neçə saatdan sonra? 2 saatdan sonra başlayırlar. Yəni, bu yemək içmək 2 saat çəkir. Baharın 2-ci ayı idi. Baharın hansı ayı idi? Yəni, ay olaraq aprel ayı idi. Yadımızdan çıxmasın. Çiçəklərin və otların ətri qarışmışdı bir-birinə, çeşmələrin səsi qarışmışdı quşların səsinə. Hərdən bir zurnanın səsi ucalıb, özgə mahalın hamısını, özgə səslərin hamısını batil eləyirdi. Burada batil etməyə bıça çıxarırdı, heç eləyirdi, yox eləyirdi mənasında. Yəni ki, zurnanın səsi hər şeyi batırırdı. Zurna sakit olan kimi adamların səsi ucaldı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir fərş döşənmişdi. Burada fərş döşənəcək xalça, palaz mənasındadır. Bir tərəfdə 3 yekə samavar qoyulmuşdu. Yanlarında 30-40 stəkan nəlbəki, nimçələr, yenə də qənddanlar. Artıq çay süfrəsidir. Şirin çörəklər, limon portaxallar, konfetlər, kurabiyələr, qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yastıq balışlar. Bir tərəfdə qlavalar, demək, tatarı əllərində kəndləri döyə-döyə bir yerə yığırdılar ki, əl-ələ verib yallı getsinlər. Burada da qlava lap əvvəldə də deyirdik, onu da aydınlıq gətirim ki, Çar hökuməti dövründə şəhər idarə rəisi, yəni bələdiyyə idarə başçısı mənasında da əslində. Neyinirdilər? Kəndliləri döyə-döyə bir yerə yığırdılar ki, əl-ələ verib yallı getsinlər. Yenə burada da, yenə də həqiqətən də insanları, necə deyim, alçaltmaları, kəndləri alçaltmaları bəylər tərəfindən, bəylərin elə bir ki, bilavasitə könlünü xoş olsun deyə. Ağalar və xanımlar akoşkalarda görünən kimi, akoşka yenə də pəncərədir, kəndlilər urra deyib papaqlarını atdılar göyə, yapışdılar yallı getməyə. Yəni, bu təbii ki, bunları məcbur edirdilər, əl-ələ verib yallı getsinlər. Onlar da neynəsinlər? Zavallılar. Pristavın xanımı qonaqlara təklif elədi ki, buyursunlar çayın kənarına, çəməndə əyləşib çay içsinlər. Kim təklif eləyir? Pristavın xanımı. Bu hissəni də unutmuruq. Çay içməyə təklif eləyən çəmənin kənarında yenə də pristavın xanımıdır. Ağalar, xanımlar endilər, kəndlilər də yenə urra deyib qarışdılar bir-birinə. Yenə də başladılar yallı getməyə. Qurbanəli bəyin nökəri Kərbəlayı Qasım kənarda durub əllərini qoymuşdu ciblərinə baxırdı. Qurbanəli bəy görcək 2 qat əyildi. Demək, burada biz Kərbəlayı Qasımın Qurbanəli bəyə etdiyi hörməti görürük. Bəy papirosu ağzına alıb Kərbəlayı Qasıma işarə elədi. Kərbəlayı Qasım qaçıb gəlib ağasının yanına və odu cibindən çıxarıb yandırdı. Tutdu ağasının qabağına. Bəy papirosu yandırıb dedi. Bəs burada papirosu yandırmağı belə yenə də Qurbanəli bəyin öz nökərini, öz ailə üzvlərini, sonrada da görəcəyik bunu ki, öz ailə üzvlərini də, öz nökərlərini də aşağı görürdü. Bilavasitə elə bir ki, bəyliyindən istifadə edirdi. Axmaq oğlu axmaq. Və sən niyə yallı getmirsən? Demək, yallı getmək söhbəti burada baş verir ki, Kərbəlayı Qasım başını əydi aşağı, deyir ki, ay ağa, mən qocalmışam, daha mənə yallı getmək yaraşmaz. Bəy papirosu göyə püfləyib yapışdı Kərbəlayı Qasımın çiynindən. Çəkə-çəkə apardı yallı gedənlərin yanına dedi. Yapış heyvan balası, heyvan, yoxsa vallah döyə-döyə səni öldürərəm. Burada da görürsünüz ki, heyvan balası deməklə, onu təhqir eləməklə yenə də öz iç üzünü qoyur ortalığa, yəni əsəri oxuyan oxucunun qarşısına ki, mən necə bir insanam. Kərbəlayı Qasım yapışdı kəndlərin əlindən, istər-istəməz başladı onlara bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstlərin başından yapışıb başladı atılıb düşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı, yəni alqış çaldı mənasında. Qurbanəli bəy də qəhqəhə çəkib güldü və başladı çəpik çalmağa. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy özü ağzını göyə açıb qəhqəhə elədi, çığırdı. Ay xanım, mən istəyirəm sənin sağlığına içim. Buyurun, mənə çaxır gətirsinlər. Urra, urra. Demək, burada artıq araqdan sonra nə içmək istəyir? Çaxır içmək istəyir onun sağlığına. Bu çaxır içmək istəyi də yallı getməmişdən qabaq yox, sonra olur. Demək, baxın, yallı gedir, daha sonra yallı gedə-gedə istəyir çaxırı. Və Qurbanəli bəyin Kəblə Qasımı da heyvan balası heyvan deməyi ilə aşağı görməyi də çaxırdan əvvəl olur. Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib, yenə başladı fırlanmağa, yenə başladı dolanmağa. Bir qədər keçdi, yenə bir stəkan içib çığırdı. Xanımın sağlığına.
və yenə başladı dolanmağa. Bir qədər keçəndən sonra yorulub çəkildikən artıq yorulmağını görürük biz burada. Bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasımı çağırıb dedi: "İç." Kərbəlayı Qasım başladı yalvarmağa. "Ay ağa, sən bilirsən ki, mən içmənəm. Amanın günüdür, məni çövür balalarının başına, mən içə bilmərəm." Aha, məni çövür balalarının başına, Eyvazın başına deməyi biz harda görürük? Təbii ki, Koroğlu eposunda da biz bunu görürük. Eyvazın başına deyir çövür məni. Demək, bəy bir qədər bunu şərh bölməsində yazarsınız. Əslində, məni çövür balalarının başına deməyi, Eyvazın başına deməyi iki obrazın dilindən deyilir. Hansı obrazlarda siz onları yazarsınız. Bəy bir qədər nökəri yaxalayıb, gördü ki, içmir, çaxırını biraz tökdü Kərbəlayı Qasımın üstünə, bir azını da özü içdi. Ağalar, xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də bir tərəfdə oturdu və üzünü naçalnikə tutub dedi: "Aha, birinci demək olur nə? Birinci gəlirlər çay içməyə və Pristavın xanımı onları dəvət edir çay kənarında çay içməyə. Və daha sonra yallı getməyə üçün gəlir Kərbəlayı Qasımın yanına ki, niyə yallı getmirsən? Ona məcbur eləyir yallı getməyi. Daha sonra özü də onlarla birgə yallı gedir və çaxır istəyir. Çaxır da içir, çaxır da içir, əstəğfurullah, Kərbəlayını deyəcəydim, demək, xanımın sağlığına, Pristavın xanımının sağlığına və daha sonra isə Kərbəlayı Qasıma təklif eləyir çaxırı, o da içmir və daha sonra birazını onun üstünə tökür, birazını da özü içir. Və üzünü tutur naçalnikə görək nə deyir. Mənim nökərim Kərbəlayı Qasım lap bir qeyriyyətdir. Mən indiyə qədər nə qədər eləmişəm, ona bir qətrə çaxır içdirə bilməmişəm. Deyirəm ki, ay axmaq, axı, ay axmaq, sən ki üzümü yeyirsən, axı bu nədir ki, üzümün suyu deyil məgər? Nə qədər eləyirəm içmir. Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdır. Bax, buradan da əslində Qurbanəli bəy qəhqəhə çəkib deyir. Demək, Kərbəlayı Qasım qanmır, avamdır kəlməsini əslində biz avamlıqla, içki içməyən avamlıqla əlaqəli olub olmadığını təbii ki, biz aydın bilə bilirik ki, onunla əlaqəli bir şey deyil, yəni avamlıqla. Sadəcə burada naçalnikin də elə fikri hansı yöndədir, oxucuya bilavasitə onun kəlamı ilə çatır. Demək, necə qanmır? Yaxşı qanır. O məgər qanmır ki, çaxır üzümdən qayrılır. Çox əcəb qanır, ancaq bir qeyriyyətdir, onun üçün içmir. Yarım saata kimi ağalar, xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də yallı gedirlər. Xanımlardan biri hərdən bir əllərini basırdı qulaqlarına və şikayət edirdi. Zurnanın səsinə az qalır qulaqlarım tutulsun. Xanımlardan biri, yəni bu Pristavın xanımı deyil ha, sadəcə xanımlardan biri ərinə şikayət edir. Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırır ki, daha çalmasınlar. Kim? Pristav. Toyun səsi kəsiləcək. Və Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırır. Toyun səsi kəsilən kimi Qurbanəli bəy çığırır yenə də. Ədə, çalın namərdlər. Pristav bəyə dedi ki, toyun səsi xanımlara xoş gəlmir, qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa və Pristava dedi: "Mən ölüm, qoy çalsınlar, mən istəyirəm oynayım." Demək, bunun üçün fərqi yoxdur. Kimə pis təsir edir, kimə xoş təsir edir, fərqi yoxdur bunun üçün. Mən oynayım, mən xoş olum, yəni özgələrlə nə də halım. Pristavın cavabını gözləməyi Qurbanəli bəy toyçulara çığırdı. Demək, Pristavın cavabını gözləməyə Qurbanəli bəy nə edir? Toyçulara çığırır. Burada da biz görürük ki, əslində orada necə deyim, keflənib də artıq. Ada çalın uzun dərə. Hansı demək mahnını istəyir? Uzun dərə. Toyçular hazırlaşdılar çalmağa. Naçalnik durdu ayağa və bölkünü başına qoyub dedi. Artıq naçalnik qalxır ayağa və bəy, hələ sonra oynayarsan, göndər nökərini sizin atınıza çəkib gətirsin. Mən istəyirəm ata baxım. Artıq burada da ikinci dəfə atı istəyir. Birinci dəfə ata baxmışdı, atdan soruşmuşdu nələrsə, artıq ikinci dəfə. Əslində naçalnikin də işə demək müdaxilə etməyi, söhbətə qarışmağı elə xanımların narazı olub Qurbanəli bəyin buna bir reaksiya verməməyi idi. Qurbanəli bəy sağ əlini qoydu gözünün üstünə dedi: "Naçalnik, qurbandır sənə mənim atım." Bu sözlərdən sonra bəy nökərini çağırdı. "Kərbəlayı Qasım, tez get, atı çəkib gətir. Naçalnik baxsın." Kərbəlayı Qasım qaçdı tövlədən atı çıxartdı eşiyə. Naçalnik, Pristav, Qurbanəli bəy xanımlardan biri getdilər atın yanına. Qurbanəli bəy yapışdı atın dodağından və ağzının bir tərəfini açdı Naçalnikə dedi: "Naçalnik, buyur bax. Əgər inanmırsan, buyur bax. Bu il dördünü ayaq qoyur. Yəni 4 yaşına ayaq qoyur." Naçalnik Kərbəlayı Qasıma dedi ki, biraz atı dolandırsın. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Kərbəlayı Qasımın dalınca gedə-gedə heyvan birdən alnını sürtdü Kərbəlayı Qasımın kürəyinə. Hərdən bir o tərəf bu tərəfə baxıb kişnəyirdi. Naçalnik Qurbanəli bəydən yenə atın qaçmağını soruşdu. Yenə soruşur necə qaçır. Qurbanəli bəy baxdı Naçalnikin üzünə, bir söz deməyib Kərbəlayı Qasımı çağırdı. Artıq bu ikinci dəfə soruşduğuna görə, güya ki indi bir nəsə eləyəcək də. Baxın indi Kərbəlayı Qasım atı çəkdi yavığa, Qurbanəli bəy tez qalxdı atın üstünə.
heyvan təpiklədi. Yəni bu heyvanı təpiklədi daha doğrusu. Yəni burada göstərmək istəyir əslində əyani şəkildə. At durduğu yerdən bir neçə arşın məsafəni sıçrayıb üz qoydu yola tərəf qaçmağa. Yarım dəqiqənin içində gözdən itdi. Yarım dəqiqədən sonra Qurbanəli bəy çaparaq qayıdıb gəldi. Atı sürüb az qaldı soxulsun qonaqların olduğu məclisə. Keyflənib axı. Xanımlar çağırışıb qaçışdılar bir tərəfə. Qurbanəli bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu naçalnikin qabağında. Naçalnik bəyə dedi: "Malades, afərin yəni." Və bəyə cavab verdi: "Naçalnik, bu nədir ki? Hələ sən mənim o biri atımı görməmisən. Demək, bundan da tərifli atı var əslində evdə. Bəlkə onu görəsən. Bu nədir ki onun yanında?" Kərbəlayı Qasım atı çəkib apardı. Hava qaralandan sonra pristavın otaqlarında çıraqları yandırdılar və qonaqlar məşğul oldular kart oynamağa. Nəyə? Kart oynamağa. Artıq hava qaralıb ha. Ora qədər yeyiblər, içiblər, çay içiblər. Artıq başlayırlar kart oynamağa. Saat 11-də qonaqları 11-də. Söhbət saat 11-dən gedir. 11-də dəvət etdilər çörək otağına. Yenə ağalar, xanımlar çörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cücənin ətindən 1-2 tikə yeyəndən sonra götürdü butulqanı, başladı əvvəl öz stəkanını, sonra qonşuların stəkanını doldurmağa, sonra ayağa durub stəkanı uzatdı pristavın arvadına tərəf dedi. Aha, naçalnik durur ayağa, yenə də pristavın arvadına tərəf. Bugün bizim buraya yığışıb belə ləzzətlə vaxt keçirməyimizə səbəb siz olubsunuz. Bu cəhət, mən bu stəkanı içirəm sizin sağlığınıza. Bu sözləri deyib naçalnik stəkanı vurdu, xanımın stəkanı, çaxırı içib oturdu. Yavuqda, yavuq əslində burada yaxın mənasındadır. Yaxında oturan, yəni yavuqda oturan qonaqlar da stəkanları uzadıb xanımın stəkanına çaqqıldatdılar, içdilər. Qurbanəli bəy yerindən qalxıb dolu stəkanını götürüb vurdu xanımın stəkanına və xanımın başının üstündə durub dedi: "Artıq demək birinci naçalnik içir xanımın sağlığına, pristavın arvadının. Daha sonra Qurbanəli bəy nə deyir? Mən özümü bugün xoşbəxt hesab eləyirəm. Bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi, pristavı yəni, bizim mahaldan uzaq eləməsin. Ondan ötürü ki, çünki nə qədər ki Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndilər bədbəxt idilər. Ay, bədbəxt olan insan ki, sən başa düşə bilmirsən ki, heç bədbəxtlik nə deməkdir. Bax, kəndlər nə adlandırır? Bədbəxt adlandırır. Güya bunlar gəlib, əslində qapazaltıdırlar ha. Sadəcə özlərini xoşbəxt hesab edirlər. Dırnaq içində. Mən də bədbəxt idim. Ondan ötürü ki, bilmirəm nədəndirsə, keçən pristavları mən o qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Amma 5-10 il bundan irəli burada bir pristav vardı. Demək, pristavları bəyənmir, amma 5-10 il əvvəlki olan pristavı bəyənir, deyir, çox loto oğlan idi. Mənə bir tula da bağışlamışdı. Allah onu sağ eləsin, səni də sağ eləsin, hamımızı sağ eləsin. İçirəm mən sənin sağlığına. Ah xanım, urra. Demək, burada naçalnik içdi, xanımın sağlığına, pristavın xanımının və daha sonra naçalnikdən sonra Qurbanəli bəy durur. Həm xanımın sağlığına, həm də yoldaşını tərifləyir orada. Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına. İçəndən sonra stəkanı çöndərib ağzı tərəfə tutdu ki, görsünlər stəkanda bir qətir də çaxır qalmayıb və gedib oturdu yerinə. Göstəriş, yenə də göstəriş. Bir qədər keçəndən sonra pristavın arvadı götürdü çaxırı, naçalnikin stəkanını, öz fincanını, qonşuların stəkanını doldurub üzünü naçalnikə tutdu dedi. Demək, pristavın xanımı götürür. Mən özümü borclu hesab edirəm sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmətlə buraya gəlib məni sərəfraz etmisiniz. Sərəfraz baş deməkdir əslində. Yəni, başı ucalıq gətirmisiniz mənə. Demək, əfraz isə ucalıq mənasındadır. Yəni, başı ucalıq gətirmisiniz mənə. Sözləri deyəndən sonra, fars mənşəli sözdür bu arada. Sözləri deyəndən sonra xanım fincanı tutdu dodağının qabağına, qonaqlar da stəkanları uzadıb vurdular naçalnikin stəkanına. Qurbanəli bəy yerindən qalxıb, əlində dolu stəkan durdu naçalnikin yanında. Demək, birinci naçalnik pristavın xanımının sağlığına içir. Daha sonra Qurbanəli bəy pristavın tərifləyir və xanımın sağlığına içir. Daha sonra pristavın xanımı naçalnikin sağlığına içir. İndi sonrasına baxaq. Və Qurbanəli bəy yerindən qalxıb, əlində dolu stəkan durdu naçalnikin yanında dedi: "Naçalnik ağa, içirəm mən bu stəkanı sizin sağlığınıza." Demək, buradan məlum olur ki, kim kimin sağlığına içirsə, durub Qurbanəli bəy də onun sağlığına içir. Demək, Qurbanəli bəy naçalnikin sağlığına içir. Allah da buna şahiddir ki, nə qədər bizim vilayətdən naçalniklər gedib gəlib, mən onların heç birini o qədər istəməmişəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə adlandırır? Başımızın sahibisən deyir. Nə qədər ki bizim mahalda cəmaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özüm də sənin yolunda oda girərəm. Qurban sənə mənim canım. Nə qədər ki sağam, nökərəm sənə. İçərəm mən bu stəkanı naçalnik ağanın sağlığına urra. Yenə də özünü nökər adlandırır yəni. Bu sözləri deyəndən sonra Qurbanəli bəy stəkanı çəkdi başına, stəkanın ağzını çöndərdi yerə, bir qətrə qalmadı, sonra gedib oturdu yerinə. Qonaqlar yenə məşğul oldular yeməyə. Bir qədər keçəndən sonra xanımın əri pristav götürdü çaxır şüşəsini, əvvəl öz stəkanını doldurdu, sonra qonşuların stəkanını doldurdu və sonra ayağa durdu. Demək, xanımın əri pristav, artıq pristav götürür içməyə.
Ağalar, xanımlar, məlumdur ki, bir düşmən istəyə bizim üstümüzə hücum çəkə, bizi saxlayan qoşunlarımız olacaq. Bu cəhət mən içirəm bu stəkanı bizim qoşunlarımızın əfsəri Nikolay Vasilyeviç və onun xanımı Anna İvanovanın sağlığına. Demək, pristav durur kimin sağlığına içir? Burada içir qoşun əfsəri Nikolay Vasilyeviç və onun xanımı Anna İvanovanın sağlığına. Pristav bu sözləri deyib stəkanı uzatdı bir əfsərə, onun yanında oturan arvada tərəf. Qonaqlar daha belə stəkanları çaqqıldadıb içirdilər. Qurbanəli bəy də ayağa durub dolu stəkanı uzatdı əfsərə və arvadına tərəf dedi. Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızdan üstünə əksik eləməsin. Yenə də başladı, yenə də necə? Kim durub kimin sağlığına içdisə, bu da durmalıdır mütləq şəkildə. Allah düşmən qabağında sizin qılıncınızı kəskin eləsin. Yəni, mən bu sözləri ondan ötürü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər? Bu xəncəri mən soxaram onun qarnına. Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən mən heç kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun. Bax, burada deyir ki, sizin dövlətinizdən mən heç kəsdən qorxmuram. Artıq şirə dönüb, görürsünüzmü nə deyir? Sizin dövlətinizdən heç kəsdən qorxmuram. Əslində təbiəti o deyil, ha. Aha, keçirik artıq 6-cı hissəyə. 6-cı hissədə nə deyir bizə? Deyir ki, bu qayda ilə ağaların, xanımların bir-bir sağlığına içdilər. Hər dəfə Qurbanəli bəy durdu ayağa, hənənin barəsində bir nitq söyləyir, bir dolu stəkan içib otururdu. Yavaş-yavaş çaxırın buxarı qalxdı bəyin başına, lap axırda bəy bərk keyfləndi. Qonaqların hamısı sağlığına içəndən sonra qonaqlar başladılar Qurbanəli bəyin sağlığına içməyə. Aha, belə iş bundan sonra başlayır. Xanımlar bir-bir stəkanları uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığından az qalırdı özündən getsin ki, bunu tərifləyirlər. Qonaqların hamısı bəyin sağlığına içəndən sonra bəy stəkanı qalxdı yuxarı dedi. Ağalar, xanımlar, siz ki mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmaram. Amma ağalar, mənim sizdən bir xahişim var. Mən ölüm. Mənim sözümü yerə salmayın. Mən sizin hamınızı sabah öz evimə qonaq təklif eləyirəm. Vallah billah, atamın göru haqqı, mən bilmirəm. Necə sizin xəcalətinizdən çıxım. Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Baxın, özünü necə aşağıdan görür. Mən nəyəm ki, bu qədər adam mənim sağlığıma içsin. Mən bu xanımların ayağının torpağı ola bilmərəm. Vallah atamın göru haqqı, sabah bizə qonaq gəlməlisin. Mən özümü öldürərəm. Ha, mən özümü öldürərəm, deyir hətta. Mən istəyirəm ki, sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəri soxaram qarnıma. Cənab naçalnik, səndən də çox təvəqqə eləyirəm. Ay xanım, səndən də təvəqqə eləyirəm. Əfsər ağadan da təvəqqə eləyirəm. Hamısından təvəqqə eləyir. Anna İvanova, qurban olum sənə mənim canım. Səndən də təvəqqə eləyirəm. Kimdən? Cənab naçalnik. Naçalnikdən təvəqqə eləyir. Xanım pristavın xanımından, əfsər ağadan, Anna İvanovandan, ağalar, xanımlar hamısından təvəqqə eləyir. Yəni, hər kəs gəlməsə namərddir. Görün nə deyir. Hər kəs gəlməsə, hər kim gəlməsə namərddir. Bunu da adlandırır yəni. Yəni bir gəlməmək kimi ayaq yeri qoymur da ki, hamı gəlsin. Amanın günüdür, özümü öldürərəm. Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra, urra. Bəy stəkanı çəkdi başına. Stəkanı çəkdi başına. Naçalnik siqarı damağına salıb üzünü tutdu pristavın xanımına və dedi. Gəlsənə sabah qonaqlığa gedək. Qurbanəli bəyə qonaq olaq. Demək bunu kim deyir? Bunu naçalnik deyir. Kimə deyir? Naçalnik deyir. Kimə deyir? Pristavın xanımına deyir. Aha, sonra deyir ki, xanım baxdı ərinin üzünə dedi. Mən çox xoşallıqla gedərəm. Yaxşı olar, bəyin arvadını da görərəm. Kimi görmək istəyir? Bəyin arvadını da görərəm. Deyir, görərəm ki, necə paltar geyir. Xanımlara maraqlı olan nədir? Təbii ki, digər xanımın geyim keçimi. Aha, sonra deyir ki, əfsər də arvadından soruşdu. Kim soruşdu? Əfsər arvadından soruşdu. Gedərsənmi? Arvadı dedi. Kimin arvadı? Əfsərin arvadı dedi. Gedərəm. Qonaqlardan biri də dedi ki, bax bunu kimsə demir ha. Adlı olaraq daha doğrusu kimsə demir. Qonaqlardan biri deyir. Nə deyir? Deyir ki, əgər bəy yaxşı bir müsəlman plovu versə, gedərəm. Nə bunu pristavın arvadı deyir, nə əfsərin arvadı deyir, nə əfsər, nə də naçalnik deyir. Bunu qonaqlardan sadəcə biri deyir. Yəni bu hissəni yadımızdan saxlayırıq. Qurbanəli bəy plov sözünü eşitcək tez qalxdı ayağa və çığırdı. Aha. Necə plov? Necə plov? Atamın göru haqqı. Sizə elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olarsınız. Mənim aşbazım bişirən plovu kim bişirə bilər? İnanmırsınız? Kəblə Qasımdan soruşun. Hanı Kəblə Qasım? Kəblə Qasım, Kəblə Qasım. Qurbanəli bəy başladı ucadan Kərbəlayı Qasımı çağırmağa. Güya ki, Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, Kərbəlayı Qasım yoxdur. Kim deyir? Pristavın nökərlərindən biri girib içəri deyir. Kərbəlayı Qasım yoxdur. Bəy hirslənib nökərə dedi ki, çağırın o axmaq oğlunu gəlsin. Burada da öz qulluqçusuna verdiyi hörmət. Nökər çıxdı getdi. Bəy özünü qapıya tərəf yeridi.
Pristavın arvadı bəyə dedi ki, kim deyir? Pristavın arvadı bəyə deyir ki, sən zəhmət çəkmə, nökərlər çağırarlar, gələr. Artıq buradan da öz təbiəti bilavasitə yenə də təkrar olmaq şərti ilə burada da qoyur ortalığa ki, yəni bəydir, amma öz bəyliyini eləmir. Bəy yenə başladı plovu tərifləməyə. Mən sizlə mərc gələrəm. Həyə bir yanda elə plov yemiş olasınız, tüpürün mənim üzümə. Qonaqlar güldülər. Naçalnik də gülə-gülə dedi. Kim deyir? Naçalnik deyir. Nə deyir indi burada? Ay bəy, söz yox ki, evdəki tərifli atını bizə də göstərərsən. Aha, burada demək, Naçalnikin də fikri nədir? Əslində, tərifli atı görmək. Qurbanəli bəy Naçalnikə yavıqlaşıb hər içə qoydu gözünün üstünə və dedi. Baş, bu gözlərim üstə. Hansını deyəsən, peşkeşdir, yəni qurbandır. Lotu yana deyirəm. Mən yalan zad bilmərəm. Hansını xoşlasan, atamın yoru haqqı, peşkeşdir sənə. Nökər girdi içəri və dedi ki, Kərbəlayı Qasım yatıb. Kim? Bu Pristavın nökəri idi bayaqçı. Gəlib girib içəri deyən ki, Kərbəlayı Qasım yoxdur və burada da gəlib deyir ki, Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi, sonra xəncərin dəstəyinə yapışıb dedi. Get o haramzadəyə de ki, bu saat durub bura gəlməsə, mən bu xəncəri gedib soxaram onun qarnına. Aha. Nökər çıxdı eşiyə, Pristavın arvadı bəyə üzünü tutub dedi. Kim deyir? Pristavın xanımı deyir. Ki, niyə biçarə kişini oyadırsan, nəyə lazımdır? Bax, bu hissə, bunu başqa qələmdən ala. Niyə biçarə kişini oyadırsan, nəyə lazımdır? Bax, bu hissəni kim deyir? Bu hissəni deyən Pristavın xanımıdır. Bəy cavab verdi. Ay xanım, başına dolanım, necə nəyə lazımdır? Ağzı nədir bu tezlikdə yatsın? Qoy gəlsin görə kimin hünər var mənim aşbazım bişirən plovu bişirsin. Qonaqlar yenə gülüşdülər. Kərbəlayı Qasım şişmiş gözlərini bərəldib girdi içəri. Ağası yenə əlini xəncərin dəstəsinə aparıb dedi. Kəbilə Qasım, mən səni öldürərəm. Qonaqlar yenə gülüşdülər. Kərbəlayı Qasım əlini döşünə qoyub alçaq səslə dedi. Görün, bax, alçaq səslə dedi. Hündür səslə nə ixtiyarı var idi ki, onun nəsə desin? Niyə? Başına dönüm ağa. Bəy hirsli və uca səslə. Bax, bəy ilə bunun bir tonunda təzad var əslində. Hələ soruşursan da niyə? Gəl gör bu ağalar nə deyirlər? Mən deyirəm ki, bizim Əli bişirən plovu heç kim bişirə bilməz. Bunlar inanmırlar. Kim? Əli. Əli bişirən plovu tərifləyir bayaqdan. Kərbəlayı Qasım alçaq səslə cavab verir. Demək, buradan bizə məlum olur ki, onun aşbazının adı nədir? Əli. Bəli, ağa, Əli yaxşı plov bişirir. Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək vodcadan dedi. Elə bir sanki bu Kərbəlayı Qasım təsdiq eləməsəydi, kimsə inanmayacaq idi. Bu, o abu havanı yaradır burada. Gördünüz? İndi sözünüz nədir? Qonaqların çoxu cavab verdi. Doğrudur, inanırıq. Kərbəlayı Qasım çıxdı eşiyə. Yarım saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını, Kərbəlayı Qasım yabısını minib düşdülər yola. Aha. Demək, bax, burada Qurbanəli bəy atını minir, Kərbəlayı Qasım yabısını minir, düşür. Yəni, o at minməmişdi, yabı. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdən bir yuxudan ayırıb atı saxlayırdı. Üzünü çöndərdi Kərbəlayı Qasıma və deyirdi. Bu xəncəri soxaram sənin qarnına. Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi. Gah vaxt deyirdi. Niyə? Başına dönüm ağa. Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermirdi, amma gah vaxt deyirdi. Kimin hünəri var Əli bişirən plovdan bişirsin? 2 saat sonra ağa və nökərlər yetişdilər həyətə. Bu xəncəri soxaram sənin qarnına. Bunu kimə dedi? Kərbəlayı Qasıma dedi bu dəfə. Burada yolda Kərbəlayı Qasıma deyir, indi evə gedəndə də görəcəyim kimə deyir. Yekə imarətin darvazasında qabağında atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. İndi bu qapını döyməyə əslində qapı açıq deyildi. Bunlar da gec saatlı idi əslində getməkləri. Yekə babaq bir kişi qapını açdı. Qurbanəli bəyin yanına qaçıb yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan yenməyib xəncərin tiyəsinə qalxızdı kişinin üstünə dedi. Əli, bu xəncəri soxaram sənin qarnına. Əli hansı Əli? Aşbaz Əli. Demək, bunları qarşılayan kim olur? Yeşapabaq bir kişi qapını açır ki, hansı ki o da Əli olur. Nökərə cavab verdi. İxtiyar sənindir ağa. Bax, buradan bunun verdiyi cavab əslində nədir? Deyir, ixtiyar sənindir ağa. Bunu da başqa qələmdən işarə eləyək. Amma orada deyir ki, bu xəncəri soxaram sənin qarnına deyəndə niyə başına dönüm ağa kəlməsini Kərbəlayı Qasım deyir. İxtiyar sənindir ağa demək, sözünü Əli deyir. Demək, Əliyə də bu kəlməni deyir. Bu xəncəri soxaram sənin qarnına. Sonra bəyatdan demək, yeniyib girdi həyətə. Sonra pilləkənlə qalxıb girdi otağa. Bəyin qarabaşı bir qoca arvad çıxdı ağasının qabağına dedi. Demək, bəyin qarabaşı qoca arvad. Demək, burada olan o Gülpəri qoca arvad idi. Cavan deyildi. Ay ağa, nə gec gəldin? Xanım səndən ötürü bir çox nigaran qaldı. Bəy tiyəsini, xəncərin tiyəsini arvada göstərib deyir. Gülpəri, bu xəncəri soxaram sənin qarnına. Bax, burada da Gülpəriyə deyir, xəncəri soxaram qarnına. Əslində, burada
Gülpəri obrazını biz iki yerdə görürük. Bir, burada görürük obraz kimi. Burada artıq bəyin qaravaşıdır. Qoca arvad rolundadır. Amma Nurəddin hekayəsində isə demək orada ögey ana rolundadır və təbii ki, mənfi obrazdır. Arvad dinmədi və çəkildi kənara. Bəy o biri, bax burada arvad heç nə dinmədi, çəkildi kənara. Sual düşə bilər ki, məsələn, xəncəri soxaram sənin qarnına deyəndə dinməyən kim idi? Gülpəri idi təbii ki. İxtiyar sənindir ağa deyən kim idi? Əli idi. Niyə başına dönüm ağa deyən kim idi? Kərbəlayı Qasım idi. Bəy o biri otağa girib gördü ki, arvadı paltarlarını soyunmamış, dayanıb yastığa yuxulayıb. Demək, buradan da bizə məlum olur ki, arvadın paltarlarını soyunmayıb yatmağının səbəbi onu gözləməyi idi. Gözləyib, bu gəlib çıxmayıb. Əvvəl gedib durdu arvadının yanında. O xəncərin tiyəsini arvadının üzünə qalxızıb deyir ki, bu xəncəri soxaram sənin qarnına. Artıq burada bir deməmişdi, burada da dedi. Təbii ki, arvadın yatmışı buna nə cavab verəcək ki? Heç nə, arvad ayılmadı. Qurbanəli bəy dəxi dinmədi, xəncəri atdı yerə. Sonra börkünü çıxarıb, atdı bir səmtə, başladı soyunmağa. Paltarlarını və çəkmələrini çıxarıb hisslə hərəsini atdı bir yana. Biraz su içdi, uzandı yerinə. Demək, biraz su içir, sonra uzandı yerinə. Bəy yuxu tutdu. Qurbanəli bəyin arvadı sübh vaxtı ayılıb gördü ki, əri gəlib, yavaşca paltarını demək geyib çıxdı eşiyə. Qaravaş süpürkə ilə həyəti süpürdü. Əslində burada bir təzad yaranır. Əri gəlib yatıb yavaşca paltarını geyib çıxdı eşiyə. Burada deyir ki, paltarlarını soyunmamış dayanıb yastığa yatıb. Burada deyir ki, paltarlarını geyib çıxdı eşiyə. Yəqin ki, bu qara çarşavını nəzərdə tutur. Yəni çünki qadınlar qara çarşav geyinirdi. Qaravaş süpürkə ilə həyəti süpürürdü. Ki, həmin o Qaravaşdan söhbət gedir. Kərbəlayı Qasım əlində xəlbir tövlənin qabağında durub arpa təmizləyirdi ki, aparıb versin atlara. Xanım Kərbəlayı Qasımdan soruşdu ki, niyə belə gec gəldiniz? Kərbəlayı Qasım cavab verdi. Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik. Əslində Kərbəlayı Qasımı biz burada daha yaxşı, daha yaxından tanıyırıq ki, ağasına sadiq bir nökərdir və ağasının heç bir sözünü heç kəsə danışmır. Xanım yenə soruşdu. Pristavın qonağı çox idimi? Bəli, xanım, çox idi deyə Kərbəlayı cavab verir. Xanım soruşdu, kim idi qonaqlar? Kərbəlayı Qasım cavab verdi. Ay xanım, nə bilim, bir çoxu böyük adamlar idi, çoxlu xanım var idi. Naçəlnik özü də orada idi, çoxlu adam vardı. Xanım yenə soruşdu. Kəblə Qasım, xanımlar da elə kişilərlə bir yerdə oturmuşdular, ya ayrı oturmuşdular. Bax, bunu soruşmağının əsas səbəbi həmin dövrdə bizim qadınların çarşava bükülü olmaqlarını və qadınlarla kişilərin eyni məclisdə oturmamaları idi. Ki, onlar, Rus xanımları orada necə üz açıq şəkildə kişilərlə rumka-rumkaya vururdular. Kərbəlayı Qasım cavab verdi. Yox, elə hamısı qarışmışdı bir-birinə. Demək, burada yox, elə hamısı qarışmışdı bir-birinə. Hansı suallarına cavab verir, hansı suallarına cavab vermir, o hissələrə diqqət edin. Sual formasında düşə bilər testlərdə. Qaravaş bu sözləri eşitcək öz-özünə dedi. Bıy, aman Allah. Xanım oturdu pilləkənin üstündə. Kərbəlayı Qasımı biraz yavığa çağırdı, dedi. Sən Allah, Kəblə Qasım, nağıl elə görə qonaqlıq necə keçdi? Qonaqlara nə verdilər? Ağan kimdən danışdı? Nə danışdı? Sən Allah, Kəblə Qasım, hamısını nağıl elə. Kərbəlayı çuxasının ətəyini qalxızıb, ağzının burnunu suyunu sildi. Tövlədən atlar başladılar bir-birinin üstünə çığırışmağa. Kərbəlayı Qasım üzünü tövləyə tutub çığırdı. Buna baxa. Xanım yenə Kərbəlayı Qasıma dedi. Sən Allah, Kəblə Qasım, nağıl elə görək. Kərbəlayı Qasım cavab verdi. Ay xanım, dəxi nə deyim, çox qonaq vardı, nəçənlik də orada idi. Xanım yenə Kərbəlayı Qasımdan soruşdu. Kəblə Qasım, urus arvadları da kişilərlə nə danışırdılar? Kərbəlayı Qasım cavab verdi. Xanım, mən nə bilim ki, nə danışırdılar. Mən onların axı dilini bilmirəm ki. Xanım yenə soruşdu. Kəblə Qasım, doğrusunu de görüm, ağan da urus arvadlarla danışırdı mı? Kərbəlayı Qasım yenə üzünü tövləyə tutub atların üstünə və xanıma cavab verdi. Ağam urus arvadları ilə az danışdı, amma nəçənliklə çox danışdı. Aşpaz Əli samavarı gətirdi və çıxarıb qoydu pilləkənin üstünə. Qaravaş süpürkəni dayadı divara. Qalxdı pilləkənin üstünə və samavarı qalxızıb apardı evə. Kim apardı? Qaravaş evə aparır samavarı. Aşpaz Əli yenidən durdu xanımın qabağında, soruşdu. Xanım, bugün nə bişirim? Xanım Qaravaşı çağırıb dedi. Və Qurbanəli bəy necə? Gecə demədi ki, nə bişirək. Demək, bu Qaravaşa deyirlər ki, nə bişirmək lazımdır sabaha, o da aşpaza. Qaravaş əlində çay qabı xanımın yanına gəlib cavab verdi. Çay qabı ilə əlində çay qabı var idi. Gecə ağa elə hirsli idi ki, hələ məni istəyirdi öldürsün. Xanım təəccüb elədi, dedi. Yaxşı, yaxşı, elə danışma, dəli olmamısan ki. Vallahi xanım, ağam evə girən kimi xəncəri çıxartdı və mənə dedi ki, xəncərlə səni öldürərəm. Xanım bir qədər dinmədi, üzünü tutdu Kərbəlayı Qasıma. Kərbəlayı Qasım, yəqin ağan yenə keflənmişdi. Kərbəlayı Qasım cavab verdi. Xeyr, keflənməmişdi. Görsənmi? Əslində bir tərəfdən də heç necə tərəfin vermir. Halbuki necə keflənmişdi. Xanım içəri girdi. Əslində indi burada da ki, nə bişirmək lazım olduğunu xanım özü deyəcək.
Xanım içəri girir, yavaşca Qurbanəli bəyin yanına yavıqlaşıb görür ki, bərk yuxudadır. Sonra çıxdı eşiyə, aşbaz Əliyə 16 qəpik verib dedi. Yanına getməyinin səbəbi Qurbanəli bəyin ki, əgər oyaqdırsa ondan soruşsun ki, nə bişirmək lazımdır. O da görür yuxudadır, çıxır eşiyə, yəni çölə. Aşbaz Əliyə 16 qəpik verir, 16 qəpik verir və Əli, get 2 girvənkə ət al gətir. Dedi, girvənkə də nə qədərdir? 400 qrama bərabər çəki vahididir. Yəni burada 2 girvənkə deməklə də əslində 800 qram nəzərdə tuturdu. Ki Əli pulları aldı və dedi. Demək baş üstə Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə. Kərbəlayı Qasımla kim? Əli aşpazxanaya tərəf getməyə. Demək Qurbanəli bəy gecə qonaqlara çağırıb evə və onlara plov vəd verib, amma xanım isə burada nə bişirdirir? Bozbaş. Bozbaş. Aha, sonra deyir ki, Kərbəlayı Qasım həyətdə oturmuşdu tut ağacının dibində və hərdən bir daş götürüb atırdı ağacın başına, tut quşlarına qovurdu və hərdən bir yerə tökülən yetişmiş tutlardan yeyib götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasımın yanına və başladı tutları seçib yeməyə. Biraz keçdi, xanım da gəldi bunların yanına, hara tut ağacının yanına təbii ki. Başını qalxızıb bir qədər yetişmiş tutlara baxdı və Kərbəlayı Qasıma dedi ki, çıxsın ağaca biraz tut sirkələsin. Qaravaş evdən bir çarşov gətirib ki, demək, o tutları yığmaq üçün çarşov. Yəni bu əslində çarşov burada yəni parça mənasındadır da. Uzun bir parça o mənada, çadıra mənasında. Sonra aşbaz Əli də bunların yanına gəldi, dedi. Siz çarşovu tutun, mən çıxım sirkəliyim. Bax burada diqqət eləyin ha. Bu hissədə əslində çıxıb ağaca, demək, tut sirkələməyi xanım kimə tapşırır? Kərbəlayı Qasıma tapşırır əslində. Qasıma deyir ki, çıx ağaca tut sirkələ. Amma Əli deyir ki, bunların yanına gəlir, deyir, siz çarşovu tutun, mən çıxım sirkəliyim. Əli öz boynuna götürür ki, mən eləyim yəni. Əli çıxdı ağaca, xanım Qaravaş, Kərbəlayı Qasım çarşovu tutdular. Əli ağacın budağının birini tərpətdi və yekə-yekə yetişmiş ağ tutlar töküldülər çarşova. Budağa bir-iki təpik vurandan sonra Əli qalxdı biraz da yuxarı. Ağacın başına kəndin ətrafı əl içi kimi görünürdü. Əlinin gözünə bir belə şey də sataşdı. Hacı Heydər dəyirmanının yanından kəndə sarı bir atlı gəlirdi. Hardan? Hacı Heydər dəyirmanının yanından. Əli əvvəl buna fikir vermədi. Başladı budağın birini sirkələməyə. Amma sonra yenə diqqət saldı və gördü ki, atlılar kənd əhlinə oxşamırlar. Bunu görüb Əli üzünü tutdu aşağı dedi. Kərbəlayı Qasım, kəndə çoxlu atlı gəlir, amma kəndiyə oxşamırlar. Kərbəlayı Qasım və xanım və Qaravaş bir qədər baxdılar bir-birinin üzünə. Xanım dilləndi. Kəblə Qasım, çıx aşpazxana damına gör necə atlıdırlar. Kimə tapşırır? Kəblə Qasıma. Haray aşpazxana damına çıxmağı tapşırır. Kəblə Qasım gedib qalxdı alçaq divara, oradan qalxdı aşpazxana damının üstünə və sağ əlini gözünün üstünə qoyub başladı diqqətlə yola baxmağa. Ki görsün kimdir. Kəndin yaxınlığında Kərbəlayı Qasımın gözünə əvvəl 2 atlı göründü. Neçə atlı? 2 atlı. Onlar atlarını bərk çapırdılar. Dəxi bunlardan savayı yolda bir şey görünmürdü. Amma bir qədər keçdi. Mərəzənin yanında söyüd ağaclarının dalından bir dəstə çıxdı. Atlı dəstə çıxdı. Bunların içində naçalnik, pristavın düymələri, sonra xanımların şilyapaları aşkar bilinirdi. Aha, Kərbəlayı Qasım tez endi aşağı. Və Kərbəlayı demək endi aşağı qaçıb gəldi xanımın yanına və tövşiyə xanım, bu gələnlər deyəsən elə dünənki qonaqlardır. Burada bir dəqiqə. Hə. Dünənki qonaqların burada nə işi var? Yavıq gəlir deyir ki, dünənki qonaqlardır və xanım çarşovun uzun saldığı yerə gəldi Kərbəlayı Qasıma yavıq dedi ki, dünənki qonaqların burada nə işi var? Kərbəlayı Qasım əlini qoydu bir-birinin üstünə və cavab verdi. Mən nə bilim ay xanım? Bilmir. Bu küçədə, bu heyində küçədə mərəkə qopdu. Mərəkə burada demək həşir, yəni qarışıqlıq mənasındadır, qışqır bağır. İtlərin hürüşməsi, adamların qaçışması, at tappıltısı və biraz keçdi, küçə qapısı döyüldü. Xanım qaçdı içəri. Pəncərədən küçəyə baxıb gördü ki, küçə doldur adamlarla. Hamısı rus qulluqçuları, rus xanımları. Hamısı kimdir? Rus qulluqçuları, rus xanımları. İçərisində bir yerli adam yoxdur. Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünən pristavın evindəki qonaqların hamısı gəlib dayanıb qapıya. Kim baxır? Kərbəlayı Qasım baxır qapıya. Xanım tez qaçdı eşiyə və əlini çağırıb dedi. Getdi ki, ağa evdə deyil. Demək, kimə deyir ağa evdə deyil? Əliyə. Əlini çağırıb dedi ki, getdi ki, ağa evdə deyil. Əli qaçdı küçə qapısına və xanım qaçdı evə. Qurbanəli bəy oyatdı. Bəy, eləyib çöndü o biri səmtə. Arvadı dedi. Ay kişi dur, dünənki qonaqlar gəliblər bizə. Cəhənnəm ol. Və yenə gözlərini yumdu. Arvad yenə dedi.
Qurbanəli bəy gözlərini açıb qalxdı, oturdu və soruşdu. Nə deyirsən? Arvad sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikir elədi, qaçdı otağın o tərəfinə, bu tərəfinə, arvadına dedi. Qoy desinlər, ağa evdə deyil. Əslində elə xanım da onu demişdi. Əliyə ki, çıx denən ki, evdə deyil, ağa. Arvadı yenə çıxdı eşiyə və bəy mələfəni götürüb çarşaf kimi saldı. Mələfəni, yəni bizdə çxolprastina filan. Başına çıxdı həyətə və qaçdı, soxuldu tövləyə və girdi atın axuruna. Nökərlə qonaqlara dedilər. Ağa evdə deyil. Naçalnik bu cavabı eşidib təəccüb elədi. Kim təəccüb eləyir? Naçalnik, çünki özü dəvət eləmişdi. Ha belə qeyri qonaqlar mat qaldılar. Kəndlilər başladılar qonaqların atlarını dolandırmağa. Demək, kəndlilər də bunlarla gəliblər, ha? Bax, bu hissəyə diqqət eləyin, atlarını dolandırma. Daha doğrusu bunlarla gəliblər deyəndə ki, elə həmin yerin kəndliləri idi. Naçalnik çıxardı, papirosunu yandırdı və nökərdən soruşdu. Bəy hara gedib ki, evdə deyil? Naçalnik soruşur, bax bunu. Bilmirik, nökərlər cavab verirlər. Naçalnik bir qədər dinməyib yenə soruşdu. Bəs o ki, özgə yerə gedəcəkdi, bizi niyə qonaq çağırdı? Nökərlər cavab verir, bilmirik. Xanımların biri stəkan su istədi. Kərbəlayı Qasım qaçdı evdən kasada. Nədə gətirir? Kasada. Yəni, bizi ilə onların, necə deyim, o müasirlik baxımından fərqini göstərir burada, yəni. Geri, irəli olmağımızı göstərir. Kasada su gətirdi. Qonaqlar bir-birinin üzünə baxıb dedilər ki, dəxi niyə dururuq, qaydıq, gedək. Naçalnik də buna razı oldu, amma Kərbəlayı Qasım üzünü tutub soruşdu. Bəyin atları tövlədədir? Kərbəlayı Qasım dedi. Bəli, bu heyndə tövlədə atların biri başladı kişnəməyə. Naçalnik yoldaşlarına belə təklif elədi. Kim? Naçalnik təklif eləyir. Çox əcəb. Bura qədər yolu zəhmətlə gəlmişik, bari heç olmasa bəyin atlarına baxaq, sonra qaydaq. Yəni, deyir, bura qədər gəlmişik, heç olmasa ata baxaq da. Ki, o deyirdi ki, mənim bu at nədir ki, elə bundan da təriflisi evdədir. Yoldaşlar razı oldular. Naçalnik yenə Kərbəlayı Qasımın tövləyə getməyə izin istədi. Naçalnik Kərbəlayı Qasımdan tövləyə getməyə izin istəyir ki, Kərbəlayı Qasım da deyir ki, buyurun. Naçalnik 2 pristav, mal həkimi, xanımlar, qazaq əfsəri girdilər. Kimlər? Naçalnik girir. 2 pristav girir, mal həkimi, xanımlar, qazaq əfsəri. Həyətə və üz qoydular tövləyə tərəf. Qurbanəli bəyin arvadı həyətdə qonaqları görüb qaçdı, soxuldu otağa və qonaqlar girdilər tövləyə. Bizlə yenə də onların fərqini göstərib ki, burada Qurbanəli bəyin arvadı onları həyətdə görəndə qaçır. Ki, bizim qadınlar yad kişiləri naməhrəmdir deyə üzlərini onlara göstərmirlər, ümumiyyətlə onlarla söhbət etmirlər. Naçalnik qabaqdakı atı görüb dedi. Bu elə bəyin dünənki atıdır. Yəni, atı dünəndə çox izləmişdi deyə tanıyır. Sonra qonaqlar yeridilər içəri və bir kəhər atın yanında dayandılar. Naçalnik atın qabağına keçib Kərbəlayı Qasımdan soruşdu. Budurmu bəyin tərifli atı? Kərbəlayı Qasım deyir, bəli. Qonaqlar başladılar atın o tərəfinə dolanmağa. Naçalnik axura tərəf hərəkət eləyib istədi atın ağzına baxsın. Ağzına nəyə görə baxırdı? Yaşını öyrənməyə. Yaşını öyrənməyə. Axıra yavuqlaşan kimi, yaxınlaşan kimi Naçalnik dik atıldı. Ax, çort vozmi. Çort vozmi lənətə gələsən mənasındadır. Axırın içində güya kəfənə bürünmüş bir şey Naçalnikin gözünə sataşdı. Naçalnik yanındakı pristavın əlindən yapışıb, yavaşca yerdə axırın yanına və diqqət eləyib gördü ki, axurdakı Qurbanəli bəy özüdür. Buna görən Naçalnik çəpik çalıb qəhqəhə çəkdi, güldü, dedi. Rəfiq, sən burada imişsən? Qonaqlar da bir-bir gəlib bəyə diqqət ilə baxdılar və çəkilib durdular kənarda. Qurbanəli bəy yerindən heç tərpəşmədi. Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə. Buradan da artıq həqiqətən də o gülünc vəziyyətə düşməyi, lap daha doğrusu gülünc vəziyyətə düşməyi və əsərin sonunun novella kimi gəlməyi elə buradan da məlum olur bizə. Siz videonu bəyəndinizsə, kanala abunə olmağı, şərh yazmağı, videonu paylaşmağı unutmayın. Bundan da əlavə qeyd edeyim ki, videonun aşağı hissəsində əlaqə nömrəsini, qoyacağım əlaqə nömrəsini WhatsApp ilə əlaqə yaradaraq həm əyani, həm də onlayn dərslər haqqında məlumat ala bilərsiniz. Sağ olun.